Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Elhamdülillah Rabbil alemin. Həmd olsun alemlerin Rabbinə, yaradanına, bizim sahibimize. Həmd olsun böyük Allahımıza. Onun Resulü Hz. Muhammed Mustafa sallallahu aleyhə ve onun ehli beytine salam olsun, salavat olsun. Salam olsun bizi izleyen değerli izleyicilere. Her vaxtınız xeyir olsun. Hər dəqiqəniz, bu anlarınız xeyirli olsun. İbadətləriniz qəbul olsun. Əziz və möhtərəm izləyicilər. Allah nəsib etdi, qismət oldu. Bu ildə sizin xidmətinizdə duraq. Mən dərhal sözü vermək istəyirəm əziz hacıya. O da sizinlə salamlaşsın. Hacı buyurun. Salamlayıram ilk öncə sizi, daha sonra dəyərli izləyicilərimizi salamlayıram, xoş gördüm. Allah sizi öz nəzərində saxlasın, tutduğunuz borcları hamımızdan qəbul eləsin inşallah. Allah razı olsun hacı. Maraqlı olar. Bu il nə mövzu götürmüsünüz? Verilişin əvvəlində nə olacaq? Eşidək sizdən. Mövzumuz Əhl-i-Beyt Qurani Kərimdə. Belə bir mövzu ki, istədim bu mövzu haqqında biraz danışım. Bəli, söz sizindir. Allahdan da lütf istəyirəm, izləyicilər də mənə dua eləsinlər ki, bu mövzunun haqqını əda eləyə bilim. İnşallah. Qurani Kərimə ümumiyyətlə baxdıqda Əhl-i Beytlə bağlı iki dəstə ayəni müşahidə eləyə bilərsiniz. Yəni iki növ ayələr var. Əhl-i Beytlə, imamətlə bağlı. Bəzi ayələr yalnız Əhl-i Beytə, imamətə məxsusdur. İmamətlə bağlıdır. Onu heç kimə tətbiq eləmək olmaz. Məxsusdur Əhl-i Beytə. Məsələn, Mübahilə ayəsi var inşallah, onu da oxuyacağım, onu da izah verəcəm sizə. Ali İmran surəsində bir mövzu ilə bağlıdır, Əhl-i Beytin özü ilə bağlıdır, Peyğəmbər oradadır, İmam Həsən, İmam Hüseyin, Zəhra, Həzrəti Əli. Bu məxsusdur onlara, onlardan siva heç kimə. Yəni, xarici aləmdə heç bir nümunəsi yoxdur onlardan başqa. Bu bir növ ayələrdir. Belə ayələri oxuyacaq və izah verməyə çalışacaq, şərh eləyəcək Allahın lütfü ilə. Bəzi ayələr isə geniş mənaya sahibdir. Məsələn, həmin ayələrin kamil nümunəsi Əhl-i Beytdir. Mövzu böyükdür, amma Əhl-i Beyt onun zirvəsidir. Məsələn, Allah Teala Quran-ı Kərimdə salihlərdən danışır. Bir var əməli salih, bir də var vücudu salih. Bunlar fərqli mövzulardır. Əməli salihlə vücud salihin fərqini bir vaxt izah vermişəm. Qalsın yeni çıxdanda yenə deyərəm. Salihlərin zirvəsində kim dayanıb? İmamət dayanıb, Əhl-i Beyt dayanıb. Bir belə növ ayələr də var ki, bu ayələrdə Əhl-i Beyt, bəli, o ayənin zirvəsidir, amma digər insanlara da tətbiq eləmək mümkündür. Bu, məsələn, bir tərəf. İkincisi, bir dənə hədislə mövzumuza davam edək. Maraqlı hədisdə buyurur ki, mən ləm yərif əmrəna minəl Qur'an, ləm yətənəkkəb əl-fitən. Məsum buyurur İmam Sadiq ki, Qurani Kərimdə bizlə bağlı olan ayələrlə tanış olmasa, fitnələrin qurbanı olar. Önəm odur ki, imamət mövzusu çox mühüm mövzulardan biridir. Əgər bu ayələrlə tanış olmasaq, onlarla bağlı mövzuları anlamasaq, başa düşməsək, fitnələrin qurbanı olarıq. Yaxşı. Bu da giriş ünvanında. Amma hansı ayədən başlayıram? Əhzab surəsi var Quranda. Bilirsiniz, Əhzab, yəni dəstələr, qruplar. Və orada bir ayə var. Əhzab 33-cü ayə. Ayənin hətta adı var, Təthir ayəsi. Bəzi ayələrin adı var. Surələrin adı öz yerində, ayələrin adı var. Bax, bu ayə adı var, Təthir. Yaxşı. Bu ayənin bir hissəsi Əhl-i Beytlə bağlıdır və indi mən istəyirəm başlayayım, indi izah verəcəm, sabah, bürsün. İndi o Əhl-i Beyt kimdir? Quranınca çıxarış edə bilərik, onlar kimdir? Və müxtəlif burada mövzular var ki, maraqlı. İlk öncə ayəni oxuyayım. Buyurur, Əuzubillah minəşşeytanirracim. İnnəmə yuridullah liyuzhib ənkumur ric. Əhləl beyt və yutəhhirakum təthira. Allah iradə elədi. Sizə Əhl-i Beyti pak etsin. Siz Əhl-i Beyti
pak etməsi üçün iradə etdi. Hələ bu qədər qısa dedim, bundan dərindir, bundan biraz genişdir mövzu. Burada yutəhhirəkum nə deməkdir? Liyusib ənkumur rits. Rits nə deməkdir? Əhlül beyt deyəndə əhl-i beyt kim nəzərə tutulur? İnşallah bunları istəyirəm biləsiniz ki, imamət mövzusu Quran-ı Kərimin mühüm mövzularından biridir. Elə deyil ki, imamətdən yan keçib Quran-ı Kərim. Həm ümumi anlamda imamətdən söhbət açıb, həm xüsusi mənada imamətdən danışıb. Yaxşı. Ona görə inşallah bu mövzularla tanış olaq, biraz da əhl-i beytə, o məhəbbətimiz elə biləm Quran-ı Kərimdə işitsə daha çox artar. Birinci budur, innəma yuridullah, Allah iradə elədi. Yaxşı, iradə elədi, iradənin mənası nədir? Deyirlər, Allahın iradəsi iki cürdür. Bunlar yaxşı mövzulardır, Quranın mövzularıdır. Allahın iradəsi iki cürdür. İradə özü nə deməkdir, onu bilək. İradə yəni Allah istəyi. Yaxşı, Allahın istəyi. Allah iradə elədi, Allah istədi. Yaxşı. Bir növ iradə belədir. O istəyir ki, biz belə eləyək, belə yaşayaq, belə addım ataq. O Allahın iradəsidir. O istəyir ki, biz əməli salih olaq, tövbə eləyək, səhv eləməyək, xəta eləməyək, yıxıldıq, qalxaq. Vallahi nə idi? İstəyidir, iradəsidir. Məsələn, Quran buyurur, yuridullah liyubəyyinə ləkum və yəhdiyəkum. Allah istəyir, sizi hidayət eləsin. Yox, istəyir. Hamımız istəyir, hidayət olaq. Amma bu mövzuda, bu istəyin müqabilində bizim də nəyimiz var? İradəmiz var, ixtiyarımız var. O istəyir, mən istəmirəm, özün bilərsən bəşər. Mənim amma iradəm budur. Mənim istəyim budur ki, səni neyim? Hidayət edeyim. Sən düz yol aparım, düz yola çəkim. Yaxşı. Amma bəşər daxı, inna hədəynahu səbil imma şakiran imma kəfura. Bəşər istəyər, düz gedər yolunu, istəyər, inəməz, səhv gedər. Bəli, buna deyilə təşri iradə. Allah istəyir belə olsun, amma bizim iradəmiz, ixtiyarımız da öz yerində. Mən də istəmirəm də olmursan gəl. Allah istəyir, gedək düz yolu, getmirik. Yəni, neynəsin Allah da Allah? Hər şey Allahın üstə yıxmaq olmaz ki. Yeri gəlmişən, Allah istəsə namaz qılacam deyənlərə. Əhsən. Allah istəyir namaz qılasan. Amma öz ixtiyarına buraxıb. Çünki kamal yolu, əhsən, çox qəşəng. İstəyir mən namaz qılım. Amma kamala gedən yol iradə və ixtiyardan keçir. Mən əgər özüm öz addımımla addım atmasam, məcburi şəkildə hansı kamaldan söhbət gedər ki? Düzdür? Yaxşı. Bu bir cür iradədir. Bu bir cür iradədir. Buna təşri iradə deyirlər. Amma bir növ iradəsi də var Allah Taala'nın. Allah iradə etdi, istədi. Artıq burada mənası budur da, istədi və belə də olmalıdır. Kun fəyəkun kimi. Kun izə ərədə şeyən ən yəqulə ləhu kun fəyəkun. Ya məsələn, ayə deyim sizə. İzə ərədəllah bi qavmin suən fələ mərəddiləh. Əgər bir cəmiyyəti daha pik həddə yetişdi, məhv eləməsi heç qabağını deyilməz. İradə etdi, bitdi. Bu ikinci növ iradədir. Və yaxud Musa Peyğəmbəri qalib etmək istəyirsə, Firon neçə min insanı, uşağı, körpəni öldürsə belə, yenə onun qarşısını ala bilmədi. Ala bilmədi. Bunu da bir misal olaraq. Ala bilmədi, onun da haqqında biraz danışarıq inşallah Allahın lütfünə aid. Maraqlı mövzudur o da. Hə, maraqlı mövzudur, həqiqətən böyük mövzulara girişdir. Bəzi mövzular bunu ilə həll eləyə bilərik. Deməli, Allahın iradəsi çox sadə. İnanırsınız ki, mən bunu yazmışam, pozmuşam ki, sizə rahat şəkildə deyə bilim. Allahın bir iradəsi istəyir, biz belə olaq. Amma indi mən istəmirəm, getmirəm. Buna deyir təşri iradə. Öz iradəmlə, ixtiyarımla seçim edirəm, getmirəm, getmirsən, getmə. Bir növ iradəsi də var, onun qabağını dayanmaq mümkün deyil. İstədi və oldu, bitdi, qutardı, getdi. Bu ikinci növ iradə. Yaxşı. Buna deyir təkvini iradə. Təkvini iradə, indi söhbət bu ayədən gedir. Axı, ayə nə idi? Ayə budur ki, innəma yuridullah. Allah iradə etdi siz əhl-i beyti pak etsin. Bu hansı iradədir? İkinci iradə oldu da. Allah iradə etdi. Görürsən, bu ayədə olan iradə hansı növə aiddir? Təşriyi ya təkvini? Təkvini yoxsa təşriyi. Yaxşı. Yəni, Allah ayədə
vurğulayan kəsləri qəti şəkildə pak qərar verib və bu həqiqəti bizə açıqlayır. Budur mənası. Allah iradə etdi, yəni onları pak etdi və onların məsum olmasını, bu həqiqəti bizə açıqlayır. İkinci, yəni təkvini iradədir. Yox, sadəcə onları pak olması istəyir. Allah istəyir, onlar pak olsunlar. Təşrili. Əgər təşriyidirsə, elə hamımız üçün istəyir də. Gör, biz üçün istəmir pak olaq. Elə hamımızın pak olmasını istəyir də. Niyə məxsus biz burada vurğuluyur ki, siz əhl-i beyti pak etmək istəyirəm? Gör, biz istəmir ki. Deməli, bu xüsusi iradədir. Deməli, bu təşri iradə deyil. Deməli, bu təkvini iradədir. Başa düşürsünüz? İza əradə şeyən ən yəqulə ləhu kun fəyəkundur. İstədi və oldudur. Bitdi. Nəinki mən istəyirəm, Allah istəyir, belə olasız. Belə olasızdan söhbət getmir. Yalnız istəməkdirsə, təşri iradədirsə, elə hamımız üçün istəyib onu. Hamımız üçün istəyib. Allah Maidə surəsində deyir, yuridu liyutəhhirəkum. Allah istəyir hamımızı pak eləsin. Görürsən, bu ümumidir. Təşri iradədir. Allah hər cür. Ona görə Quran-ı Kərim, bir dənə nöqtə söz deyim. Quran-ı Kərimlə bağlı çox adam danışacaq. Hələ bir dənə ayəni götürüb bayraq eləyə bilər. Amma Quranın bir dili var. Elə ərəb dilini bildin, Quranın dilini bildin deyil. Ərəb əlifbasını bilib ərəb dilində danışa bilərsən. Amma gələk Quranın öz əlifbası ilə tanış olasan. Burada söhbət, yəni yalnız ərəb şünas olsan, Quranı anlaya bilmərsən. Gələk Quran şünas da olasan, Quranın əlifbasını da anlayasan. Quranın bir spesifik dili var, o da budur ki, Quranın bir dənə məxsus sözünü deyim sizə. Quran-ı Kərim belə bir kitabdır ki, məsələn, bəzi kitablarda bölünür mövzular. Tibbdə, məsələn, bölünür fəsil-fəsil xəstəliklər, bu xəstəlikdən danışır, keçir, bu xəstəliyə, bu xəstəliyə. Quran-ı Kərim belə kitab deyil, mövzu bölsün, hidayət kitabıdır. Gözə bir mövzu içində bir dənə ayə deyir, mövzu xətti dəyişir. Dəlillə, sübutla danışır İbrahim, birdən-birə qayıdır, la uhibbul afilin. Mən fani olan şeyi sevmirəm. Dəlildən, sübutdan keçir sevgiyə. Məntiqdən danışır, keçir sevgiyə. Bu hidayət kitabı, bunun özünün xas dili var. İnşallah bir vaxt bunun haqqında danışaram mən. Allah nəsib eləsin. Quran-Quranda belə bir mövzu açaq. Quranın eynəyində, Quranın bizə Quranı tanış eləməsi. İnşallah bir başqa vaxt. Hələ mənim mövzum Əhl-i Beyt Qurandadır. Yaxşı. Bu deməli, bu ayədə olan mövzu ki var, Allah bizə deyir, yutəhhirəkum təthira, mən siz Əhl-i Beyti pak etmək istəyirəm, düzdür? İradə etdim. Bu iradə hansı iradə oldu? İnnəma yuridullah, təkvini iradədir. Təşri iradə deyil. İstədi və oldudur. Nəinki istəyirəm belə olasız. İndi olursunuz, olun, olmursunuz. Onu hamımız üçün istəyib. Burada xüsusi istəkdən söhbət gedib, o təkvini iradədir. Bəli. Deməli, Allah bu mənada onların pak olmasını bizə xəbər verir, məsum olmasını bizə bəyan edir ümmətə və çatdırır. Bu bir məsələ. Bəs məsumluq və ismət nədir? Axı, burada indi Allah deyil, yutəhhirəkum, sizi pak qərar verdi, yəni məsum elədi. Sabah daha genişdə oxunacaq, buradan içindən sözlər qalıb. Amma hələ bu biraz giriş verək ayə. Baxın, ismət nədir bəs? Məsumluq nədir? Bizim də dilimizdə var, deyil, məsum deyə filan kəsi. Məsum kimi uşaqdır, deyil, pak uşaqdır. İsmət nədir? İsmət bu deyil ki, günah edə bilmirsən və etmirsən. İsmət bu deyil, məsumluq bu deyil ki, mən günah eləyə bilmirəm və günah eləmirəm. Yox, günah edə bilirsən, etmirsən. Məsumluq budur. Başa düşürsünüz? Nəinki günah edə bilmir və etmir. Onun fəzilətdir ki o. Edə bilmir, etmir. Yox, edə bilir, etmir. Başa düşürsünüz? Günahın o şəraiti var, amma yox deyir. İnsanın yüksəlişi budur, ucalması budur. O günahın içində, o bataqlığın içində özünü qoruyub saxlaya bilir. Bəzi insanlar görürsən, çəkilir bir güşəyə, cəmiyyətə qaynayıb qarışmayıb, günaha düşməyim. Qarşı, sən gəlib cəmiyyətin içində daxil olasan, cəmiyyətə hidayət eləyəsən, cəmiyyətin içində olasan, hə, günah məclislərdir, məmə gedəsən. Amma cəmiyyətin içində hidayət eləməlisən. Ona ismətdir mi? İsmət budur ki, insan günah da eləyə bilər, amma eləmir. Nə ki, edə bilməz, etmir. Yaxşı, ismət hələ tərif verək. Bəs niyə eləmir? Maraqlı, niyə eləmir ki?
Cavab, çünki günahın həqiqətini və iyrənc mahiyyətini görür, ona görə da eləmir. İsmət budur. Allah ki, yutəhhirəkum təthira elədi. Yəni, bir məqam verib ki, əhl-i beytə, da günahın mahiyyətini, həqiqətini görür, eləmir. O bir nəfər deyirdim, mən yuxuda göstərdilər bir günahın çirkin tərəfini, o qədər nifrət elədim o günaha. Bir dəfə deyim, mən yuxuda, o qədər nifrət elədim. Allah bizə onu lütf eləsin ki, günahlara nifrət eləyək. Amin. Ramazanın ən mühüm dualarından biri də bu olsa, Allah bizə lütf elə ki, biz ibadəti sevək, günaha nifrət eləyək. Adam bəzi vaxtlar görsən, deyirlər, gözüm qalıb günahda. O, nifrət eləmir ki, günaha. İsmət budur. İnsan bir yerə yetişir ki, günahın çirkin mahiyyətini, iç üzünü görməyə başlayır. O məsələ budur. Yaxşı. Və görür və müşahidə edir, ondan sonra nə edir? Çəkinir. Bu mənada bəzilərimiz də, biz də nisbi mənada məsumluğumuz var. Məsələn, biz də bəzi mövzuları heç vaxt əlimizi yaxınlaşdırmarıq. Zəhər içməliyik, çünki mahiyyətini bilirik. Çirkli su, iyrənc su içməliyik, çünki görük çirklidir. Bax, sizə indi misaq eləyirsiniz, belə söhbətlər eləməyim. Deməli, belə, İsmət Allahın mükafatıdır. Allahın mükafatıdır. Amma o mükafata layiq olmaq lazımdır. Məsələ budur. O mükafata layiq olmaq lazımdır. O isməti qəbul edəcək tutum və qabiliyyət lazımdır. Bu isməti də kimə verməlidir Allah? O daha yaxşı bilir. Allahu a'ləm heysu yəcəl risalətəhu. Bu isməti mən kimə verməliyəm? Daha yaxşısını o bilir. Bir sözlə isməti kimə ki verib, onun da rolu var. Elə deyil, elə deyər, bəzilər deyər, bizə niyə vermədi? Yox, onun bir müqəddiməsi var. Zəmin yaratmalısan, çalışmalısan. Səy, Allah da əzəli elmi ilə baxır ona, görür bu kimdir, necə yanaşır, necə yaşayır, necə yaşayacaq. Bunların hamısını görür. İsmətdə bu deyil, heç sənin bəndənin rolu yoxdur. Bəndənin də rolu var. Amma burada həm bəndənin rolu var, həm Allah. Misal çəkim, bunu ilə inşallah sabaha da çox danışdım, suallar qalmasın. Baxın, elə bir nəzər alın ki, pərdə var pəncərənin qabağına, düzdür? Günəşin də işığı düşmür evə. Sən gəlirsən, pərdəni çəkirsən, nə oldu? Günəş öz nurunu saçdı evə. Burada işığı, nuru pərdə vermədi. Nə verdi? Günəş verdi. Amma pərdəni sən niyə çəkdin? Burada sənin də rolun oldu, günəşin də rolu oldu. İsmət də sanki Allah Taala o nurdan bizə əta eləyər. Yaxşı, əta eləyir. İndi özü bir dənə mövzudur ki, görəsən imamlar, peyğəmbərlərdən başqa insanlar məsum ola bilərmi? Deyirlər, bəli, mümkündür, o yol açıqdır. Bu da bir mövzu. Pərdəni açmaq sənin işin, günəşin nurun saçması da günəşin işidir. İsmət ki, Allah lütf edib bu əhl-i beytə, o deməkdə öyle bunlar heç nə, bir rolu yoxdur, zəmin olmayıb, bir müqəddimələr olmayıb. Onların da boyuna düşənləri icra olunub, Allah da lütf edib. İnşallah sabahki söhbətimdə mən deyəcəm ki, bu ayədə ki, Allah deyib əhl-i beyt, biz onları məsum elədik, isməti verdik, o əhl-i beyt kimlərdir? 5 dənə nəzəriyyə var, qalsın sabah inşallah danışacağım ki, o asla bizə bəlli olacaq ki, Allah Taala bu ayədə çox şəffaf şəkildə əhl-i beyti 5 kimsəni bizə tanıtdırıb və onları bizə sevdirib. Bizdən tanış eləyib. Bu qədər ki. Çox gözəl. Hacı, elə suallar arasında mənim diqqətimi çəkdi, mövzuya uyğun olaraq. İmamların günahsız olduğuna dəlillərlə hardan tanış ola bilərəm? Bir neçə dəlil gətirə bilərsiniz. Buna cavab verərsiniz, yoxsa o imamların günahsız olmasının dəlilləri? Bəli. Hələ bax, mövzumuzda var yəqin. Bir gün danışacağım. Bu ayə özü bir sübutdur. Düzdür, o 5 kimsə indi sübut eləyəcək odur. Sonra tətbiqi də deyirlər imamlardır. O bir imamlarda bu ayə tətbiq olunur. Yaxşı, düzdür, o əbanın altına 5 kimsə yığılıb. Amma tətbiq eləyəndə də çünki bir təfsir var, bir tətbiq var, indi bəhs olunmalıdır. Onlar da deyirlər, təslim təfsir müəllifi deyir ki, onlar da ora aiddir. O ki, qaldı məsumlar, onların məsum olmasını, əlimizdə nə qədər hədislər də var, sənədlər. O ki, qaldı onların məsum olması, əqli dəlilimiz var. Çünki imam gələk məsum olsun, peyğəmbər gələk məsum olsun. Həm əqli dəlil var, həm nəqli dəlil var. Əqli dəlil, baxın, bir nəfər əgər öndə olan bir insandırsa, məni Allaha çatdıran, aparan bir insandırsa, özü xəta eləsə, səhv eləsə, mən kimin arxasına düşüb gedəcəm? Yaxşı, bu indi xəta elədi, səhv elədi. İndi sabah mən axı düşdü mənim zehnimdə. Bəlkə yenə deyəcəm, yenə səhv elədi.
Başa düşürsünüz? Və yenə xəta edir. Mən necə geyim düşümdə arxasıcan onu? Yaxud o məqamda olan insan, keçdiyini bu tərəfə, o məqamda olan insan ki, çatıb bir yerə ki, pik nöqtədir, o məqamda olan insan məgər günah eləyərmi? Ya bu başqa üçüncü söz deyim. Bunlar hamısı mövzular deyə danışılmalıdır. Şeytan deyir ki: "Ləuğviyennəhum əcməin illə ibadəkə minhumul muxləsin." Hamını aldadacağam, bəzi bəndələrimi gəlib yaxınlaşamayacağam. Şeytan da iddia edir ki, bəziləri məsumdur. Bəli. Şeytan deyir ki, mənlik deyil. İndi bəziləri deyir, hamı günahkar olub, peyğəmbərin də günah olub, imamın da günah falan. Təsəvvür şeytan deyir, mənlik deyil, mən onları aldada bilmərəm. Allahu Ekber. Qurban olum Allaha. Özü konkret deyir ki, bunlar mənlik deyil. İndi o sübut, onun da bir iki dənə ayəsi var. Bir Yusuf peyğəmbər, onu da yazmışam. Yusuf peyğəmbər haqqında maraqlı bir ayə var. O inşallah sabahıya bürsündə izah verəcəm. Və hələ bu ayə də ora aiddir. Bu ayənin ətrafında danışıb bunu izah vermiyorlar. Xülasə, şeytan deyir, mənlik deyil. Əlimizdə əqli dəlil də var, nəqli dəlil də var. Onların isməti ilə, məsumluğu ilə bağlı inşallah danışaq. Bir sözlə maraqlı olacaq, Hacı. Bir ay boyunca bu çox vacibi bir məsələdir. Həqiqətən də bunun açıqlanması, təfsiri, izah olunması. Allah sizə ömür versin.